Mələk, aha. Demək istəyirdim, amma mənə demə, yaxşı. Qızıva demək istədikləri nədir bu? Mələk sənə deyim də, ona fikrimə tutanda danışa bilməm. Deyir, bunlar nədir? Quran kitabıdır, qaba qoymuşsan, sonra burada nədir? Paltardır, nə? Yasın olsa, yasında geyinsin. Nədir? Uzun paltardır, şalvarla geysin amma. İçində nədir? Bir də hicab, onun hicab vaxtıdır, necə? Sonra İranlılar kimi, sonra şolqasını bağlaması olur, sonra qoymuşsan içinə, qara paltardır, qara da hicab, sonra yoxdur, da var. Burada nə yazmışsan? Xoşbəxt olasan, qızım, amin. Ancaq xoşbəxtlik deyirəm mənsə, əgər o çalışmasa xoşbəxtlik uğrunda Nuh Peyğəmbərin elə oğlu hamımızdır, nümunədir. Ya digər Peyğəmbərlərin də nəsillərindən pis adamlar çıxacaqdır. Bunu Allahımız Quranda buyurur. Nəsillə deyil, ağıl, vicdan heç vaxt, heç kəsdə genlə keçmir, ruhda hərənin özünə aiddir. Düzdür, iradə azadlığımızı nəyə nail olmalıdırsa, sən burada yazmışsan, mən də sən ibadət etdikcə xoşbəxt olacağım, düzdür. Amma, bəli, amma Laləzar hələ vəsvəsələrdədir, qurtula bilmir. Nə demək istəyərdin, demə. Mən də deyə bilməm ona. Onda nə demək istəyirsən? Birinci bunu, məsəl üçün, Laləzara deyə bilmirəm, nədir. Onda bu kanalda, YouTube kanalında var, əvvəldə nə firqələrə bölünmək müsəlmanları zəiflətdi. Kimində Vali Zahidoğlu, Dünya Maliyevin YouTube'da yazanda çıxır. Kanalın adı nədir onun? Ən gözəl kanallardan biri də Aydın Mülayimdir. Onu izləmək vacibdir. Gözəl müsəlmandır. O, məsələn, adı Quranla aydınlanmaq. Quranla aydınlanmaqdır kanalın adı. Sonra o firqələrə bölünmək müsəlmanları zəiflətdi. Məsəl üçün, nə var orada? Firqələr haqqında, bax, Zuhruf surəsi 44-də, yəni o firqələr haqqında deyil, nədir? Biz qiyamət günü nədən hesaba təşkil edərsiniz? Qurana əməl elədik ya yox? Ondan hesaba təşkil edəcəyik. Sonra Həd surəsi 78-də nə buyurulur? Hamınızı müsəlman adlandırdım. Oxlar qoymuşsan, və oxuma hansı ayələrdir. Sonra oxuyum demədə, yox. Sonra 5-ci surənin 104-cü ayəsini yazmışsan, niyə görə? Orada Həd surəsi 78-də Allah bizə bildiyi hamımız müsəlman doğulmuşuz. Sonra hər geçəcək. 5-ci surənin 104-cü ayəsini deyəsən yazmışam, amma ayəni yazmamışam, nömrəsi. Mən əgər o ayət ki, elə Allah Teala buyurur ki, özü kim istəsə oxusun, kim istəsə də dində məcburiyyət yoxdur. Sonra Ənbiya surəsinin 21-ci surənin, yəni 93-cü ayəsində burada nə görürsə qeyd eləmişəm. Bu da yaxşı onu oxu, indi bir dəqiqə. Belə əsas odur ki, mən yəni bu Lalə, indi deyərəm, indi axtarım qoy kitabda. Əsas odur ki, bu Laləzara mən qızım xoşbəxt ol, amin, amin deməklə deyil. Nuh Peyğəmbərdən çox bilmirəm ki, məsəl üçün, ay sağ ol, xoşbəxt ol deyib, xalqa paylayıram, xoşbəxt ol deyib, bütün evimi paylayıram, ondan deyil də. Elə bir ki, elə bir şey var ki, o xoşbəxtliyi başa salmaq lazımdır ona, təkcə demək yox. Məsəl üçün, 93-cü ayəsini oxu, 21-ci surənin. Amma insan, Bismillahirrahmanirrahim. Amma insanlar din barəsində öz aralarında, yəni necədir, öz aralarında firqələrə bölünüb parçalandılar. Onların hamısı bizim hüzurumuza qayıdacaqlar. Biz də müvafiq surətdə əməllərin cəzasını, əvəzini verəcək. Bu cəza olmalıdır, əvəzini yazılır. Sonra firqələrə bölünmək müsəlmanları zəiflətdir. Digər xristian dinində də eşitmişəm. Sonra
Yahudilərdə də var, firqə məsəl. Sonra bir dənə də onu demək istəyərdim ki, qoy bunun şəklini çəkin, yaxşı çək. Firqələrə aiddir, hə? Aha. Firqələrə aid. Sənin kitabında var, hə? Aha. Bu ayələr. Zuhruf 44. Dedim onlardır. Aha. Sonra başlayalım. Məsəl üçün, nələ? Aha. Deməli, bu yadına düşür görəndə, məsələn, bu kraskad da saçımıza qoyduq. Aha. Bu kraskanı nəyə görə deyəcəm, yadımdan çıxdı. Fikir gəlmişdi başına. Niyə? Rəng adama şuxluq gətirir. Demək olmaz. Nəsə, Allah hər şeyi yaradanda onun vacibliyi necə bizim üçün elə bir dünyanı zinətləndirirdi. Ancaq yəni görməmişlik etməli deyilik. Məsəl üçün mən saçımı ağ da eləyə bilərəm. Prosto saçım ağaranda elə bir ki, belə layla elədi. Bəz çox adam ruhdan düşür baxanda, mən kraska qoymağa məcburam. İndi səndə bir balaca ağarıb, o şey oluram da, elə bir bildim. Elə olursan ki, baxanda özün ruhdan düşürsən. Amma elə adamlar bir ağappaq saçını çox yaxşı görünür. Elə nəysə sənə yaraşmıyor, vaxtından tez qozatdılar səni. Sonra Elmanın amma mələk saçı, onun neçə yaşı var görüm, 28 yaşı var idi onu mən görəndə. Dümağ idi saçı, ondan neyiniydi? Kraska qoyurdu başına, kraskasını nəsə bildim. Sonra cür vəziyyətlər var. Əsas nəyi demək istəyirdim? Məsəl üçün, burada nə yazmışam? Qızıva vəsiyyət edirsən də, hə? İndi hələ deyil. Cəmiyyətdə qızıla münasibət cür və cürdür. Amma əslində nədən danışsan? Birinci plan yazmışam bizə. Qızıl gümünə söhbətim üçün. Qızıl gümüş yığıb saxlayanlar cəhənnəmə gedəcək. Çünki ayələrə əsasən. Allahımız buyurur ki, yəni qızıl gümüş inin elə var ayə. Yığıb saxlayanlar cəhənnəmə gedəcəklər. O kəslər ki, xalqın yolunda Allah rızası üçün sərf etməyənlər. Hər bir şeydə nədir? Varlıqda da, darlıqda da xərclənəldilər. Hər bir kəs. Xüsusilə pulu ya qızıl olmasın bildik. Sonra cəhənnəm çağırır. Kimi? Axırda deyərsən deyil. İkinci planda nədir? Qidalanma necə olmalıdır? Qidalanma. Məsələn, nə yemək haramdır? Allah Quranda hər şeydən uca Allahımız buyurur, bildirir Quranla. Ancaq belə, gəldim mətləbədir. Ancaq belə bir fikir də cəmiyyətdə formalaşıbdır ki, güya qızıl əşya, hətta digər qiymətli əşyaları da bunu şamil edirlər. Qızıl ya digər qiymətli əşyalar, daşları, onları bədəninizin üzərində gəzdiriləndə güya onda bədənə həmin əşyalardan lazımi qədər nəql olunur, nə müsbət, yəni məsəl üçün müsbət mənada nə məsələn bioloji nə deyirdi? Qızıl gəzdirəndə güya bədənə bədəndə axı qızıl da var bizim bədənimizdə də. Güya onlar o bədənə keçir, həmən taxdığımız əşyadan ki, bədənimizə lazım olan qədər qidalanır bədənimiz. Əslində elə deyil, yemək nə lazımdırsa, bədənimiz üçün nə lazımdırsa, Allahımız qidaları buyurub. Əgər halallıqla yetişdirsələr, məsəl üçün meyvələri o gündə sünü yetişdirməklə eləməsələr, nə bilim, o cürbəcür sulara atırlar, gübrələr falan, pis, məsələn, broyner toyuqlarıdır, sonra vardı, o biri paylaşmışsan, nə, məsələn, bir misal gətir. Elə broyner toyuğudur. Ən dəhşətlisi hələ qan damar
sisteminə çox pis yanı olan, yəni kirəc əmələ gətirən hansı deyim də, duru yağlardır, güya semişka yağıdır, qarğı dağı. Bu heç biri, yəni bu fəsad törədici fitnə məhsulları var, insanları məhv eləmək üçün yaradıblar. Yalan danışırıq üstünə yazırlar ki, belə elə. O, həmən şeylər, nəysə, 3 nöqtə, plus minus və 3 nöqtə. Əslində isə 3 nöqtə. Qısa dedim, Layla başa düşür. Mən onda axırda ayəni deyim, qutarında. Allah Teala buyurur ki, cəhənnəm çağırır. Kimi? İbadət etməyəni, sözsüz ki, Allaha da. Çünki Allah qatında qəbul olunan din ancaq İslam dinidir. O ayəni deyim. Məsəl üçün, biz Qurana, yəni Allah Teala buyurur, siz Qurana düzgün əməl etmədikcə, Allah yanında qəbul edilən, məqbul sayılan heç bir şey üzərində deyilsiniz. Və cəhənnəm çağırır. İbadət etməyəni, itaətdən çıxanı və mal-dövlət yığıb saxlayanı. Get yoxdur, yürürlən var, get yoxdur.